Değerli izləyicilərimiz, xoş gördük sizləri. Sizləri bu səfər Bilgəhdən çox gözəl yerdən, dəniz panoramalı bir yerdən 14 sot içində bir şəxsi villamızın təqdimatına gəlmişik. Çox super yerdir də. Deməli 10 ya 12 otaq idi da səhv etmirəm. 12 otaq. Çox böyük evdir. Bu bunun girəcəyidir. Değerli izləyicilər, bax pultla idarə olunan dəmir darvazası. Keçən mən dəstə həyətdən tanış edeyim. Sonra evimiz çox böyükdür deyənə sizləri yormuyor. Bura bunun qarajıdır dəyərli izləyicilərimiz. Bu qarajdır. Evin dörd bir yanını da keçmək olur, mümkündür. Bu da bunun dəyərli izləyicilərimiz axran otağıdır. Orada da yay-qış mətbəxi var, gəlib. Evimizi tamamlama işləri qalıb. Bütün kanalları da var, 3 faz işığı, qazı, optik interneti, suyu, dövlət suyu, quyusu, hamısı. Bax, burada bir yay-qış mətbəxi, söhbətgahı, orada bir kombi otağı, dəyərli izləyicilərimiz. Evimiz də ki, yəni top dağıdılmayan evdir. Keçən villamızın içində mən sizləri tanış edeyim, maşallah olsun. 14 sot sənət çıxarış. Çox super bir yerdedir, çox ideal bir yerdedir. Maşallah olsun, buna baxalım. Bu evə hələ müsavilik təkcə evin özünə 195.000 manat xərcimiz çıxıb neçə il bundan öncə. Və dəyərli izləyicilərimiz, bu birinci mərtəbənin şeydir bu, mətbəxidir. Bu iki, sonra bu solda qonaq otağıdır. Atmalara baxın, digerlərə baxın. Bu bunun daxilində olan sanuzeldir. Burada bir yataq otağı, buradan arxaya da çıxış var. Bu da bir otaq. Oranı da ki, timnajör otağı ediblər. Çox gözəl, çox süper. Qalxaq ikinci mərtəbədə mən sizlərə tanış edim, dəyərli izləyicilərimiz. Deməli, dəyərli izləyicilərimiz, bu da bizim ikinci mərtəbədə var. Göstərim sizlərə. Bu bir yataq otağı. Burada biz nə qədər beton istifadə olunur, belə nə bilim. Bu ikinci bir yataq otağımız. Buradan da ki, terası da çıxışı var. Ətrafdakı bir-birindən gözəl villalar. Havası təmiz, belə super bir yerdir həqiqətən. Maşallah olsun, ətrafa baxın. Bilgənin çox gözəl bir yerində. Çox ha, çox. Bu ikinci bir yataq otağımız dəyərli izləyicilərimiz. Bir daha göstərəm sizlərə. Buradan eyvana da çıxışı var, eyvana da var. Bu üçüncü bir yataq otağımız. Bunun daxilində sanuzeli də var. Yox, bu beşinci yataq otağımız. Bir, iki, ikinci mərtəbədə 5 otaq. Bunun daxilində sanuzeli var. Qalxan mən sizə yuxarını göstəreyim. Yuxarı daha da gözəl, super. Mənzərə bilirsiniz nə? Ürəkli istəyən kimi. Dəyərli izləyicilərim, bu da buranın 3-cü mərtəbəsi. Mansard, özü də keyfiyyətlə bilirsiniz, yüksək səviyyədə. Elə bir yerdəyəm ki, dənizə yaxın, nə küləyin səsi elə içəri gəlir, nə bir şey. Deməli, dəyərli izləyicilərimiz, bu prosta sadəcə olaraq bu qapını aça bilmirəm, bağlıdır. O yüzden, orada qabaqda Zümeyrədə, dənizdə hamısı görsənir. Ətrafdakı bir-birindən gözəl villalar. Bu bunun böyük mansarı. Burada da əlavə 2 otağı var. Bu bir otaq. Bu sanuzelidir. Bu da 2 otaq. Yəni evin tok sistemi necə belə çəkilib. Deməli, dəyərli izləyicilərimiz, bu villamızın qiyməti nədir? 14 sot içində sənət çıxarış, Kupça, Bilgəhdə ən gözəl bir yerdə. Adicə 200 minə yaxın müsabi təkcə bunun evini tikilməyinə xərci çıxır. 3 faz işığı, şorlar suyu, dövlət suyu, pultla idarə olunan qapısı, hər bir şeydə yerli yerində, qazı, optik interneti. Evimizin, villamızın qiyməti, dəyərli izləyicilərimiz, 230.000 manat. Təcili əlim yandı. Yəni bu qiymətə belə bir yerdə Bilgəhin gözündə yəni villa axtarmıyor. Allah hamıya xeyir versin inşallah.
Sonra da nömrəmizi qoy qeyd edək. 055 284 66 60. Ətrafı da göstərin. Necə gezdirək. Həqiqətən çox gözəl, möhtəşəm. Çox super, ideal. Allah hamıya xeyir versin. Allah əvvəlsində olan bütün bacı qardaşlarımıza istədiyi evi inşallah qismət edər. Bizi izləmədə qalın, takip atmağı da unutmayın.